Doktor, mənim biləklərim qırılır. Dəhşətli biləklərimdə ağrı var və keyləşmə var. Bu cür şikayətlərlə bizə müraciət insanlarda əsasən karpal tunel sindromu olur. Karpal tunel sindromu daha çox orta yaşlı xanımlarda, bəzən obezitə, yəni piylənmə olan insanlarda və bir də əlini çox istifadə edən xüsusi peşə sahiblərində biz bu sindromu görə bilərik. Karpal tunel sindromu çox vaxtı bir tərəfli olur, amma bəzi insanlarda iki tərəfli karpal tuneldə görə bilərik. Əlamətləri ağrılarla bəzən 2-3 barmaqdan başlayır, sonra bütün əlin içinə yayılır ağrılar, daha sonra keyləşmə, tok keçməsi kimi hissiyat olur və çox vaxtı bu ağrılar axşam yatanda daha da artır və insanın yuxusuna da mane olur. Əgər sizdə bu əlamətlər varsa, bunu çox tez üstünə düşmək, müalicə eləmək, bəzən xüsusi pozisyonlama ilə, bəzən isə xüsusi iynələrlə o karpal tuneldə, biləkdəki vətərlər arasında sıxışmış siniri xüsusi iynə ilə boşaltmaq olur, oradakı ödemi, iltihabı götürmək olur və sizi bu ağrılardan və keyləşmədən azad edə bilirik.